Bu dəqiqə mənim gözlərim elə bir gözəllik görür ki, mən onu sözün açığı sözlə ifadə edə bilmirəm. Ordubad ərazisində bir qoruq var və qoruqda belə bir gözəl göl var, təbii göldür. Ona Göygöl deyirlər. Amma ikinci adı 4 fəsildir. Burada 4 fəsli bir arada görmək olar. Buna görə belə ad veriblər. Baxın, otlar yaşıldır. O tərəfdə gül çiçək və burada bax belə suyun yarısı buz, dağlarda hələ qar tam əriməyib. O tərəfdə isə Qapçıq dağıdır, onun da başı dumanlıdır, o da çox ən hündür zirvəsidir, bu Zəngəzur silsiləsinin. 3904 metr səhv eləmirəmsə. Suyun rəngi də göy rəngdədir, ona görə ona belə ad veriblər Göygöl. Bura gəlmək mümkündür, biraz əziyyətli olacaq. Ümumiyyətlə, təbiət gözəllərini yaxından gedib görmək həmişə çətin olur, yolu ağır olur. Amma mümkündür, biraz piyada, biraz maşın və siz gəlib onu görə bilərsiniz. Ordubadda, qoruq ərazisində Göygöl eyni zamanda 4 fəsil. Bu da zağır. Qışdı, qış. Yayın cırhacırında Soyuq. biz donuruq burada.